Duhan surəsinin 3-cü ayəsində Allah Teala buyurur: "İnna enzelnahu fi leyletin mübarəkə." Biz Qur'anı mübarək bir gecədə nazil etdik. Amma Qədr surəsində həmd olsun çoxlarımızın əzbər bildiyimiz surədir. Nə buyurur? Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Biz Qur'anı Qədr gecəsində nazil etdik. İndi bu 3 ayəni bir-biri ilə cəmləşdirib nəticə alsaq, buyurur Əl-Bəqərə surəsində, Ramazan ayı o aydır ki, Qur'an nazil olub. Deməli, Qur'anın nazil olması hansı aydadır? Ramazan ayında. Duhan surəsi ayə 3-də buyurur, biz onu mübarək bir gecədə nazil etdik. Deməli, bu mübarək gecə hansı aydadır? Və ayət-i şərifədə Qədr surəsində buyurur, biz onu Qədr gecəsində nazil etdik. Deməli, Qədr gecəsi mübarək bir gecə hansı ayda? Ramazan ayında. İndi bu gecə hansı gecədir? Çünki bir gecədən söhbət gedir. Əhl-i Beyt əleyhimussalamlardan bizə əlimizdə olan, nəql olunan hədis və rəvayətlərdə baxıb görürük ki, ən çox 19, 21, 23-cü gecələr, bəzən 24 də var, 27 də var, bir sözlə axır 10 gün də var. Amma böyük alim, zahid, abidlərin bəziləri mübarək Ramazan ayının bütün gecələrini əhya saxlayıblar, Qədr gecəsi biliblər. Bilirsinizmi niyə? Mübarək Ramazan ayı, mübarək gecə və Qədr gecəsi. Bu bir aydan kənar deyil. Həmin o bir gecə bu ayın içərisindədir, bir gecədədir deyə böyük alim və zahid abidlərimiz, onlar Ramazan boyu, bir ay boyunca onlar elə öz əməllərini, Qədrin gecəsində olan əməlləri ediblər. Amma bir şey də nəzərə alaq ki, Qur'anın nazil olması 2 cür olmuş. Bir ilə səma-i dünya, göyün 4-cü qatına və ondan sonra 23 il müddətində hadisə, zaman, məkan, şəraitə, baş vermiş hadisələrə uyğun olaraq oradan Peyğəmbər salavatullahın qəlbinə və Peyğəmbər salavatullahın qəlbindən də dilinə cari olaraq insanlara, cəmiyyətə çatdırılmış.